Salam, hər vaxtınız xeyir olsun. Mən Şəfəq müəllimə. Bugün monitoring 6-cı sinif təbiət suallarının izahına baxırıq. Birinci sualda deyilir: duyğu orqanlarından gələn məlumatları qəbul edir, toplayır, təhlil edir və orqanların işini tənzimləyir. Təbii ki, söhbət sinir sistemindən gedir ki, sinir sistemi də D variantında göstərilmişdir. Verilmiş orqanlardan hansı və ya hansılar insanlarda qabırğaların qoruduğu bədən boşluğunda yerləşir? Təbii ki, bizim qabırğalar, döş fəqərələri və döş sümüyü hamısı birlikdə 37 ədəddir və döş qəfəsinə əmələ gətirmiş olur. Döş qəfəsində 2 ağciyər, 1 ürək qorunmuş olur. Ona görə də 1 və 3 cavabımız olacaq D variantı. İnsanın onurğasında 1 ədəd döş fəqərəsinə 2 ədəd qabırğanın birləşdiyi məlumdursa, onda onun döş qəfəsinə neçə sümük olduğunu hesablayın. Yadınızda saxlayın ki, 12 dənə döş fəqərəsi plus 1 döş fəqərəsinə 2 qabırğa birləşirsə, 24 dənə qabırğa plus da ki, 1 dənə döş sümüyü birləşərək bunların cəmi 37-yə bərabər olur. Demək ki, insanın döş qəfəsi ümumilikdə 37 sümükdən ibarətdir. İnsanın qoluna uyğun hazırlanmış maketdə X ilə işarələnmiş rezin insanın hansı əzələsinə uyğundur? Yadınızda saxlayın ki, uşaqlar, siz hər hansı bir məsələn, kitabı götürürsünüz, üzünüzə doğru apardıqda sizin iki başlı bükücü əzələ, hansı ki X ilə göstərilmiş bazunun iki başlı əzələsi yığılır və nəticədə siz kitabı yuxarıya doğru qaldırıb oxuya bilirsiniz. Deməli, cavabımız A variantıdır. 5-ci sual. Aşağıda verilənlərdən hansının bilavasitə səbəbi qırmızı qan hüceyrələrində hemoqlobin molekullarının azalmasıdır? Əvvəlcə xatırlayaq ki, hemoqlobinin funksiyası nədən ibarətdir? Hemoqlobin ağciyərdə oksigenlə zənginləşir və qan vasitəsilə həmin oksigeni daşıyır, nəqliyyat vasitəsilə toxuma və orqanlardakı hüceyrələrə. Nəticədə biz enerji əldə edirik və öz fəaliyyətimizi davam etdiririk. Deməli ki, hemoqlobin molekullarının azalmasının ona səbəb olacaq ki, toxuma və orqanlarımızda oksigen çatışmamazlığına gətirib çıxardacaq. Milyonlarla il ərzində ölmüş bitki, heyvan qalıqları dəniz və okeanların dibinə çökmüş, onların üzəri gil və qum təbəqəsi ilə örtülmüşdür. Eləcə də qurunun dərin layları altında qalmışdır. Uzun illər ərzində bu qalıqlar xeyli dəyişikliyə uğramış və hazırda insanlar bunlardan yanacaq kimi istifadə edir. 6. Bu yanacaq növləri ümumilikdə necə adlanır? Təbii ki, fosil yanacaqları adlanır. Bu qalıqlarda toplanmış enerjinin dolayısıyla günəş enerjisi olduğunu söyləmək olarmı? Təbii ki, olar. A ilə C variantı gedər. Olar, çünki bu enerji protistlər tərəfindən mənimsənilmiş günəş enerjisinin dəyişilmiş formasıdır. Cavabımız B variantı olar. 8. Bu enerji daşıyıcılarından kütləvi istifadə olunmasının zərərli olduğunu demək olarmı? Əlbəttə ki, siz bilirsiniz ki, fosil yanacaqları mütəmadi olaraq istifadə edildikcə ondan ayrılan zərərli qazlar, zərərli maddələr, onlar həm atmosferi, həm torpağı, həm suyun çirklənməsinə səbəb olur. Olar, çünki bunların istismarı atmosferin, torpağın, suyun çirklənməsinə səbəb olur. Verilənlərdən hansı fosil yanacağı deyil? Neftdir, daş kömürdür, təbii qazdır. Bunlar fosil yanacaqlarıdır. Amma külək enerjisi fosil yanacaqlarına aid deyildir. Ürəyin bir dəfə döyünməsinə sərf olunmuş vaxta ürək sikli deyilir. Əli idman hərəkətlərindən sonra nəbz vurğularını saydı və onun ürəyi bir dəqiqədə 100 dəfə döyünürdü. Əlinin ürək siklinin müddətini hesablayın. 1 dəqiqəni çevirərik zaman 60 saniyəyə və uşaqlar, yadınızda saxlayın ki, ürək siklinin hesablanma düsturu delta T bərabərdir. Zaman bölünsün ürək vurğusu sayı. Zamanımız 60 saniyədirsə, onu 100 vurğuya böldükdə bir ürəyin sikli 0,6 saniyəyə bərabər olmuş olar. Maya göbələkləri olan xəmirdə bəzi maddələrin miqdarının qramla dəyişməsi aşağıdakı qrafikdə verilmişdir. Bununla bağlı hansı fikir yanlışdır? Yadınızda saxlayın ki, maya göbələyi şəkərli mühiti çox sevir. Maya göbələyi bir hüceyrəlidir. Maya göbələyini biz
xəmirə qatdıqda maya göbələyi tez-tez çoxalır, tumurcuqlanır, sayı artır. Oradakı şəkəri qıcqırdır karbon qazı və etil spirtinə. Karbon qazı qaz olduğuna görə xəmirin şişməsinə və bişərkən onun yumşaq və məsaməli olmasına səbəb olur. Etil spirti isə davamsızdır. Elə biz xəmiri bişirən zaman adi bir temperaturdan uçaraq xəmirdən ayrılmış olur. İndi gəlin baxaq. Z şəkər nişasta ola bilər. Əlbəttə ki, onun belə deyək də miqdarı get-gedə azalacaq. Çünki maya göbələyi şəkəri istifadə edəcək, onu parçalayacaq. Ona görə bu fikir doğrudur. X etil spirti ola bilər. Bəli, ola bilər. Çünki etil spirti parçalandıqca şəkər, etil spirti və karbon qazına ayrılır. Ona görə bu doğrudur. Y-də karbon qazı ola bilər. Çünki dediyimiz kimi şəkərin miqdarı get-gedə azalır. Onun parçalanması nəticəsində etil spirti və karbon qazı ayrılır ki, onların miqdarı get-gedə artır və şəkərin miqdarı isə azalmış olur. Z maya göbələklərinin sayı ola bilər. Yadınızda saxlayın. Maya göbələk 1-dirsə, tumurcuqlanma nəticəsində onun sayı dəfələrlə çoxalmış olur. Ona görə də Z azalmanı göstərdiyinə görə D variantı yanlış olar. Çünki maya göbələklərinin sayı Z-in vuruluşu bu şəkildə olmalı idi qrafiki. Z bu şəkildə olmalı idi əgər D variantının doğru olması üçün. Deməli, yanlış cavabımız D variantıdır. Aşağıda verilmiş enerji çevrilməsi verilənlərdən hansında baş verir? Kimyəvi enerji istilik enerjisinə çevrilir. İstilik enerjisi kinetik enerjiyə, yəni su buxarının kinetik enerjisinə çevrilir. Kinetik enerji turbin pəri, elektrik enerjisi generatora çevrilir. Deməli, necə olur uşaqlar bu? Əvvəlcə yanacaq yandırılır. Yanacağın yandırılması kimyəvi enerjidir. Həmin kimyəvi enerji suyu isidir. İsilmiş suda kimyəvi enerji çevrilir istilik enerjisinə. Sonra biz bilirik ki, isinən su başlayacaq buxarlanmağa. O zaman buxar hərəkət etdiyinə görə su buxarında kinetik enerji formalaşacaq. Su buxarları da turbinin pərlərinin yavaş-yavaş fırlanmasına səbəb olacaq ki, turbinin pərləri də fırlandığına görə orada hərəkət var və kinetik enerjiyə yenidən çevrilir. Və bu da generatorda elektrik enerjisinə çevrilir ki, bu da istilik enerji stansiyalarında yəni ardıcıl olaraq çevrilmə yaranmış olur. Litosfer tavalarının bir-birinə nəzərən neçə cür hərəkəti mövcuddur? Təbii ki, 3 cür. Bir-birinin yanından sürüşmə, toqquşma və bir-birindən ayrılma. Yəni, bir sürüşmə bu şəkildə olacaq. Bir toqquşma bu şəkildə olacaq. Bir də ki, bir-birindən ayrılma. Litosfer tavalarının bu cür hərəkətləri baş verəcək. Açar sözlərdən istifadə edərək mətni tamamlayın. Azərbaycanın ərazisi Avrasiya və Ərəbistan litosfer tavalarının toqquşma sərhəddində yerləşir. Buna görə ölkəmizin bütün ərazisində seysmiklik, yəni bir müşahidə olunur. Vulkan və zəlzələlər baş verir. Deməli, 3, 1, 4 cavabımız C variantı olar. Verilmiş qida zəncirinə əsasən doğru bəndi seçin. Günəş, bitki, siçan, ilan, qartal. Günəş birinci dərəcəli konsumentdir fikri yanlışdır. Biz bilirik ki, konsumentlər hazır üzvü qida maddəsindən qidalanan canlılardır. Yəni, günəş də canlı deyil. Siçanların çoxalması, ilanların azalmasına səbəb olacaq. Niyə azalmağına səbəb olsun ki, ilanların şikarını siçanlar təşkil edir. Siçanların sayı artdısa, lap yaxşı. İlanların da qidası bol olacaq, onların da miqdarı artmış olacaq. Yəni, bu fikir doğru deyil. İlanların sayının azalması prosentin miqdarının azalmasına səbəb olacaq. Gəlin, baxaq. Bəli, deməli nə deyir? İlanların sayının azalması, azaltdıq. Prosentin miqdarının azalmasına səbəb olacaq. Prosenti də azaldaq. Prosent nədir? Günəş enerjisinə istifadə edərək hazır üzvü maddələr hazırlaya bilən avtotrof canlılara deyilir. Yəni, qeyri-üzvü maddələrdən üzvü maddə hazırlaya bilirlər. Sonra ilanların sayının azalması prosentin miqdarının azalmasına səbəb olacaq fikri. İlanların sayı azaldısa, avtomatik siçanların sayı artmış olacaq. Siçanların sayı artdısa, çoxlu bitki ilə qidalanacaq. Bu fikir doğrudur. Siçan ikinci dərəcəli konsumentdir. Siçan prosentlə birbaşa qidalandığına görə ikinci yox, birinci dərəcəli konsumentdir. Bu fikir yanlışdır.
Ağciyərdə oksigenlə zənginləşmiş qan ilk olaraq ürəyin hansı kamerasına, hissəsinə daxil olur? Ağciyərdən oksigenlə zənginləşmiş qan ağciyər venaları vasitəsilə sol qulaqcığa gəlib tökülür. Şəkildə əks olunmuş proseslə bağlı doğru olmayan fikri göstərin. Z-də su və mineral maddələr. X-da karbon qazı göstərilibdir. Karbon qazı göstərilibdir X-da. Günəş işığı onsuz da veririk burada. Y-də isə oksigen qazı göstərilmişdir. Deməli, şəkildə A variantında Y maddəsi tənəffüs prosesində udula bilər. Y oksigen olduğuna görə bu fikir doğrudur. Çünki biz tənəffüs zamanı oksigeni alıb karbon qazını buraxırıq. X maddəsi tənəffüs prosesində ayrıla bilər. X maddəsi karbon qazı olduğuna görə bu fikir də doğrudur. Z və X, baxıram, Z su və mineral maddələrdir, maye şəklində olan maddədir. X isə qaz şəklində olan maddədir. Deyir ki, Z və X maddəsi yarpaqda birləşərək yeni maddə yaradır. Bu fikir də doğrudur, çünki karbon qazı su və mineral maddelərlə, yəni sırf olaraq su ilə birləşərək üzüm maddə, şəkər və əlavə məhsul olan oksigen əmələ gətirmiş olur. Baxıram, X, Y və Z hər üçü qaz halında olan maddədir. X doğrudur, qaz halındadır, karbon qazıdır. Və sonra Y doğrudur, çünki oksigendir, qaz halındadır. Amma Z doğru deyildir, çünki su bilirik ki, maye şəklindədir. Yanlış cavabımız D variantıdır. Çox yağlı qidalanmalar zamanı damarların daxili divarlarında kirəç, lövhə kimi maddələr toplanır. Damarların divarı öz elastikliyini itirir. Bu hal ateroskleroz adlanır. Bu zaman, məsəl üçün, ürəyin tac damarları ürəyi qidalandıran damarlardır. Əgər divarı piyə bənzər, yağa bənzər maddələrlə tutularsa, bu zaman onun divarı daralır, lazımi qədər qan, qida maddələrini və oksigeni ürəyə apara bilmədiyinə görə nəticədə ürək əzələsi get-gedə zəifləmiş olur. 19. Eyni həcmli mantar, taxta, dəmirin sudakı vəziyyətləri şəkildəki kimidir. Aşağıdakı ifadələrdən hansı doğrudur? Mantara təsir edən Arximed qüvvəsi taxtaya təsir edən Arximed qüvvəsindən çoxdur. Biz bilirik ki, Arximed qüvvəsi hər hansı bir cismin suya batan səthinin sahəsi artdıqca ona təsir edən Arximed qüvvəsi də artmış olacaq. Təbii ki, mantara nəzərən taxtaya daha çox Arximed qüvvəsi təsir göstərəcək, çünki taxtanın su ilə təmas səthi daha böyükdür. Və yenidən birinci variantı oxuyaq. Mantara təsir edən Arximed qüvvəsi taxtaya təsir edən Arximed qüvvəsindən çoxdur fikri yanlışdır. Çünki taxtaya su ilə təmas səthi daha çox əlaqəlidir. Dəmirə təsir edən Arximed qüvvəsi taxtaya təsir edən Arximed qüvvəsindən çoxdur. Bu fikir doğrudur. Taxtaya təsir edən Arximed qüvvəsi mantara təsir edən Arximed qüvvəsindən çoxdur. Bu fikir də doğrudur, çünki taxtaya təsir edən Arximed qüvvəsi mantara təsir edəndən bayaq dediyimiz kimi çox idi. Taxtaya təsir edən Arximed qüvvəsi dəmirə təsir edən Arximed qüvvəsindən çoxdur. Bu fikir yanlışdır, çünki dəmirin hər tərəfi su ilə əlaqəli olduğuna görə daha çox Arximed qüvvəsi təsir göstərəcək. Mantara, taxtaya, dəmirə təsir edən Arximed qüvvələri bərabərdir fikri yanlışdır. Cavabımız 2, 3, B variantı olacaq. 20. Tətbiq nöqtələri, istiqamətləri və ədədi qiymətləri göstərilmiş qüvvələrlə bağlı hansı ifadələr doğrudur? Birinci sayaq. F2-də 2, 4, 6 xanadan ibarətdir. F2 2 xana, F3 3 xana, F4 isə 2 xanadan ibarətdir. F1 və F4 qüvvələri eyni istiqamətdədir. F1-ə diqqət yetirin, bir də F4-ə diqqət yetirin. Bu fikir yanlışdır. F3, F4 qüvvələrin tətbiq nöqtəsi eynidir. Bəli, F3 ilə F4-ə baxsaz görəcəksiniz ki, tətbiq nöqtələri eynidir. Üçüncü, F2 və F3 qüvvələri eyni istiqamətdədir. F2 ilə F3. Baxın, bir-birinin tam əksi istiqamətdədir. F1 qüvvəsinin qiyməti F2 qüvvəsinin qiymətindən 3 dəfə böyükdür. F2-yə baxıram 2, F1 6, doğrudan 3 dəfə böyükdür. F3 qüvvəsinin qiyməti 3-dür. F1 qüvvəsinin qiymətindən 3 dəfə kiçikdir. F3-ə baxırsınız ki, 3-dür. F1 6-dır. 2 dəfə kiçik olmalıdır, amma 3 dəfə yazılıb. Bu fikir yanlışdır. Doğru cavablarımız 2 və 4, cavab C variantıdır.
21. Yerdə astronavta 800 Newton ağırlıq qüvvəsi təsir göstərirsə, ayda ona nə qədər ağırlıq qüvvəsi təsir göstərər? Yaxşı, F yer bərabərdir 800 Newton veribdi bizə. Yer üçün J sabitinin qiyməti 10 Newton bölünsün kiloqramdır. M-i tapmaq üçün nə edərik? M bərabərdir F bölünmüş J. F-imiz 800 Newtondur. Bölürəm J-nin qiyməti 10 Newton bölünsün kiloqramdır. O zaman Newtonla ixtisar getdikdə, 10 da 800 ilə ixtisar getdikdə bərabərdir 80 kiloqrama bərabər olacaq. Sonra həmin bu astronavt Aya yollanmış olur. Ayda J sabitinin qiyməti 1,6 Newton bölünsün kiloqramdır. F ay bərabərdir M vurulsun J. M-imiz 800 daha doğrusu 80 kiloqram vurulsun 1,6 Newton bölünsün kiloqram. Kiloqram kiloqramdan ixtisar gedər. 80-i 16-ya vurduqda 128 Newton edər. Cavabımız B variantıdır. Ölkəmizin ərazisi hansı litosfer tavalarının toqquşma sərhədində yerləşir? Deməli, cavabımız olacaq Ərəbistan və Avrasiya. Azərbaycanda palçıq vulkanlarının rast gəlinmədiyi ərazini müəyyən edin. Qobustanın dağlıq ərazilərində rast gəlinir, Abşeron yarımadasında rast gəlinir, Xəzər dənizində rast gəlinir, Naxçıvanda rast gəlinmir. Atmosferi çirkləndirən insan fəaliyyətlərini seçin. Məişət tullantılarının yandırılması, toz burulğanları insan tərəfindən yaradılmır. Təbii olaraq yaranır. Meşə yanğınları olar ki, məsəl üçün havalar çox isti keçə bilər, günəş hədsiz otları quruda bilər və nəticədə yana bilər. Bunu hələ ki saxlayırıq. Avtomobillərin hərəkəti bəli insan fəaliyyəti nəticəsindədir. Vulkan püskürməsi insan fəaliyyətinin nəticəsində deyil. Sənaye müəssisələrini isə fəaliyyətə gətirən kimlərdir? İnsandır. Cavabımız 1, 4, 6, yəni A variantı olacaq. X plus Y homogen qarışıq, X plus Z heterogen qarışıq olsun. Uyğunluğu müəyyən edin. Heterogen qarışıqda hissəcikləri gözdən ayırmaq olur. Homogen qarışıqda isə tamamilə maddələrin hissəcikləri bir-birinə qarışmış şəkildə olur. Və verilmiş variantlardan uyğunluğu müəyyən edək. Birincini, əgər biz X maddəsini su götürsək, Y maddəsini spirt götürsək və Z maddəsini qum götürsək, baxaq indi ardıcıllığa. X ilə Y, yəni su ilə plus spirt. Bu homogen qarışıqdır. Sonra X ilə Z, X-imiz sudur, Z-imiz qumdur. Bu qarışıq isə olacaq heterogen qarışıq. Demək ki, cavabımız elə A variantıdır.